Konuşma galiba. Sizi de kanınıza benim. Babamı öldürmek istedim. Ne bak? Vallahi görürüm. Farsda seçilmiş kaç kadın? Şampiyonları 5 bin dolarla alışlanmaya başladı. 2025-ci il avqustun 4-də Türkan qəsəbəsində ağır cinayət baş verib. Xanlar küçəsi 13 ünvanında yaşayan Nərgiz Quliyeva ailə münaqişəsi zəminində bıçaq zərbəsi ilə əri 1979-cu il təvəllüdlü Natiq Quliyevi qətlə yetirib. Cinayəti törədən qadın həmin gün saxlanılaraq istintaqa təhvil verilib. 2025-ci il avqustun 4-də 102 mərkəzinə zəng edən vətəndaş yaşadığı Türkan qəsəbəsində bir qadının ərini bıçaqlaması barədə məlumat verib. İnzibati ərazi üzrə məlumat 1-ci polis şöbəsinə ötürülüb. Baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Türkan qəsəbəsi Xanlar küçəsi 13 ünvanında baş verib. Döşəmədə 1979-cu il təvəllüdlü Natiq Quliyevin meyidi aşkar edilib. Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Nərgiz Quliyeva saxlanılıb. Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Natiq Quliyevin ölümünə arteriyanın zədələnməsi nəticəsində baş vermiş kəskin qan itirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, avqustun 4-ü saat 18 radələrində Natiq Quliyev özünün ad günündə spirtli içki qəbul etdikdən sonra orta dərəcəli sərxoş vəziyyətdə mətbəxdə olan arvadı Nərgiz Quliyevaya yaxınlaşıb. Onu təhqir etməsindən və əli ilə saçından tutub dartmasından qəzəblənən qadın aralarında başlayan dava zamanı məişət təyinatlı bıçaqla yoldaşının qarın nahiyəsinə zərbə vurub. Bu hərəkəti ilə Nərgiz Quliyeva zərər çəkmişi qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş Nərgiz Quliyeva bildirib ki, Natiq Quliyevlə 2016-cı ildə ailə həyatı qurub. Bundan əvvəl əri evli olub. Aralarında tez-tez mübahisələr baş verib. Övladları dünyaya gələndən sonra Natiqin içməyəcəyini düşünüb. Nigah müddətində hər şeyi dözüb. Uşağını götürüb atasının evinə qayıda bilməyib. Çünki onun bacısı boşanıb. Sonuncunun da 2 övladının yükü atasının üzərində olub. Avqustun 4-də Natiq ad günü ilə əlaqədar həddindən artıq araq içib. Yoldaşı qaynatası ilə yeyib içəndən sonra heyətə çıxıb, çarpayda oturaraq kiminləsə telefonla danışıb. Həmin şəxsin ünvanından çox ağır söyüşlər söyüb. Sonra evə daxil olub, onun telefonuna kontur yükləməsini istəyib. O da kartda olan axırıncı vəsaiti elə ona xərcləməyə verdiyini və pulu qalmadığını deyib. Oğlu ac olduğunu bildirib, ona yemək hazırlamaqdan ötürü mətbəxə keçib. Arxasınca əsəbi halda gələn Natiq onu təhqir edib vurmağa başlayıb. Salat hazırladığından bıçaq əlində olub. Natiqə onu vurmamasını və uşağın söyüşləri eşitdiyini deyib. Qapını göstərərək çıxıb getməsini tələb edib. Yoldaşı bu sözlərindən daha da əsəbləşib. Natiqi özündən kənarlaşdırmağa çalışıb. Əlindəki bıçağın ona nə vaxt və necə dəydiyini hiss etməyib. Qarnından qan axdığını görüb. Qoluna girərək Natiqi tutub saxlamaq istəyib ki, başı arasına dəyməsin. Amma saxlamağa gücü çatmadığı üçün onunla birlikdə döşəməyə oturub. Oğluna dərhal qaçıb nənəsini çağırmasını deyib. Qaynanasına təcili yardım çağırmasını bildirib. Onunla birlikdə Natiqi ayıltmağa çalışıb. Üzünə su vurublar. Bundan sonra Natiqin başını qucağından yerə qoyaraq özü təcili yardıma zəng edib hadisə barədə məlumat verib. Tibbi yardım briqadası gələndə yoldaşı artıq keçinib. Nərgiz Quliyeva əlavə edib ki, mübahisələri 10-15 dəqiqə davam edib. O solaxaydı və hadisə zamanı bıçaq sol əlində olub. Məhkəmə iclasında Nərgiz Quliyeva elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Zərər çəkmiş şəxsin hüquqi varisi Gülşad Quliyeva ifadəsində göstərib ki, axşam saat 19 radələrində nəvəsi yanına gəlib, anam atamı bıçaqla vurub, qan axır deyib. Mətbəxə gələndə Nərgizin Natiqlə birlikdə yerdə oturduğunu görüb. Nərgizdən indi nə edəcəyini soruşub. Gəlini isə heç nə etməyəcəyini, gedib cəzasını çəkəcəyini söyləyib. Təcili yardım işçiləri daxili qanaxma olduğunu vaxtında zəng etsəydilər, oğlunun ölməyəcəyini bildiriblər. Həmin vaxt əsəbdən mətbəxdə olan stəkanları və qabları sındırıb. Nərgizin hadisəni qəsdən yaxud təsadüfən törətdiyini bilmir. Baş vermiş hadisə ailələri üçün bir faciədir.
Müəllim psixoloqun iştirakı ilə dindirilmiş şahid Fərhad Quliyev bildirib ki, 6 yaşı var, məktəbə hazırlığa gedir. Avqustun 4-də valideynlərinin dalaşmaqlarını eşidib, atası anasından pul istəyib, anası isə atasının üzünə sillə vurub. Həmin vaxt anasının əlində bıçaq olub, o mətbəxin qarşısında dayanıb ağlayıb, sonra hadisə baş verib. Prokuror Nərgiz Quliyevaya 12 il cəza təyin edilməsini istəyib. Zərər çəkmiş şəxsin hüquqi varisi gəlini ilə barışmadığını bildirərək ona ən ağır cəza verilməsini xahiş edib. Qeyd edək ki, istintaqda qadın bildirmişdi ki, oğlunun ölümü ilə bağlı şikayəti yoxdur. Buyurun, hüquqi varisi. İşinizin məhkəməsi söz verir. Prokurorun çıxışını eşitdiniz. Razısınız prokurorun çıxışı ilə? Sizin xahişiniz nədir? Hiçbir şey karşılıyor. Keçən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edəmişsiniz. Həmin ərizədəki mövqeyinizdə nə eynidir? Ayrıdır. Beləliklə prokurorun çıxışından razısınız. Evet. Buyurun, hörmətli məhkum daxil. Çıxışın söz verir. Son söz hüququndan istifadə edən Nərgiz Quliyeva bir daha vurğulayıb ki, yoldaşını qəsdən öldürməyib. Mübahisə zamanı əlindən çıxmağa çalışanda bıçağın nə zaman ona batmasını bilməyib. Həsən şəxs, buyurun, məhkəmə sizə son söz verir. Ben de işliyor ki dışarı. Prokurorun dediği gibi dışarı götürüp tezden yoldaşıma vurmamışlar. Tesadüfen bir de dışarı. O yoldaşlar önemli değil. Yani ama ben gerçekten bilerek ben yoldaşımın hayatını son koymamışlar. Hadise günü sadece tesadüfen hiç birimiz aslında her bir hadise başlıyoruz. Yani bilerek bilerek bir şey yapmadım. Məhkəməyə qarşınız nədir? Karşımda ki ədaletin vakası, yine zeralasız ki ben bilerek kanala inememişim. Bence bizim mövqeyinə razısınız. Ben razıyım. Deyişi məhkəmə haqqılarına variasyon yox. Azərbaycan Respublikası adından mümkün ki, aprel 2026 il başı Arşanlar Məhkəməsi məhkəmənin tərkiblə proses şərtləri şahid qızında Azərbaycan Respublikası Cinayət Məcəlləsində 120.1-ci maddəsi təqsimləsinə dair cinayət şahsı məhkəməsində alanlaraq müəyyən edilir və təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən Cinayət Məcəlləsi həmin məcəllənin 124-cü maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxsə cəza təyinində onun himayəsində az yaşlı uşağının olması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hökm edir. Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən Nərgiz Quliyevaya qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi yanlışdır. Belə ki, qadının zərər çəkmişi qəsdən öldürməsinə dəlalət edən heç bir mötəbər sübut əldə edilməyib. Məhkəmə qənaətə gəlib ki, Nərgiz Quliyevanın əməli Cinayət Məcəlləsinin 124.1-ci ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsif edilməli və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən himayəsində bir az yaşlı övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və hadisədən sonra zərər çəkmişə tibbi yardım göstərməyə çalışmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Quliyevanın cəzasını ağırlaşdıran hallar müəyyən edilməyib. 2026-cı il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməklə Nərgiz Quliyeva 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 2024-cü il oktyabrın 2-də Zabrat qəsəbəsinin Xavər Əliyev küçəsində aralarında yaranmış mübahisə zamanı 2008-ci il təvəllüdlü Yasin Mirziyev üzərindəki bıçaqla həmyaşıdı Həsən Qurbanovun bud nahiyəsinə 2 dəfə zərbə vurub. Yaralanan şəxs Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə çatdırılsa da, orada kəskin qan itirmədən dünyasını dəyişib. Cinayəti törədən Yasin Mirziyev 15-ci bölmənin əməkdaşları tərəfindən saxlanılıb.
2024-cü il oktyabrın 2-də 102 mərkəzinə zəng edən vətəndaş Bəhlul Mərrəmov Zabrat qəsəbəsində yaşadığı evin yaxınlığında bıçaqlanmış məktəb şagirdini idarə etdiyi avtomaşınla Sabunçu tibb mərkəzinə gətirilməsi haqqında məlumat verib. Baxış keçirməsi protokolundan görünüb ki, hadisə Zabrat qəbristanlığının yanında baş verib. Mişar daşlarının və yabanı bitkilərin arasında qan ləkələri aşkar edilib. Cinayəti törədən Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Yasin Mirzəyev saxlanılıb. Bunların ədavəti də düşübdür, söz-söhbətləri. Hadisə bildiyimizə görə 1-2 gün ondan əvvəl olubdur. Bu sosial şəbəkələrdə yazı, pozu söhbətləri olmayıbdır. Şu an xəbər olmadan gəlib arxadan Bağdır nahiyəsindən 2 yerdən uşağı bıçaqla vurur. Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduğu maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Həsən Qurbanovun ölümünə sağ-bud arteriyasının yaralanması ilə əlaqədar baş vermiş kəskin qan itirməsi səbəb olub. Daş karxanasında quraşdırılmış nəzarət kamerasına baxış zamanı saat 13:28-də 11 nəfər məktəblini tikilinin qarşısından keçmələri məlum olub. Baxışda iştirak edən şahid Əli Rəza bildirib ki, video görüntüdə qrup halında gedən şəxslər onun sinif yoldaşlarıdır. Aralarında zərər çəkmiş Həsən Qurbanov və cinayəti törədən Yasin Mirzəyev var. İstintaqla müəyyən edilib ki, oktyabrın 2-si saat 14 radələrində Yasin Mirzəyev keçmiş sinif yoldaşı Əli Reza ilə Həsən Qurbanovun arasında baş vermiş davaya müdaxilə edib. Əsaslı səbəb olmadan üzərində gəzdirdiyi suvenir bıçaqla Qurbanovun ayaq nahiyəsinə 2 dəfə zərbə vurub. Hadisə yerinə gələn vətəndaşların köməkliyi ilə yaralanan şəxs Sabunçu tibb mərkəzinə çatdırılsa da, müvafiq yardım göstərilməsinə baxmayaraq saat 15:45-də orada dünyasını dəyişib. Bununla da Yasin Mirzəyev zərər çəkmişi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum edib. Məhkəmə iclasında Yasin Mirzəyev bildirib ki, Zabrat qəsəbəsində İstixana Kombinatı 289 ünvanında ata-anası, əmmisi və nənəsi ilə birlikdə yaşayıb. 9-cu sinifəcən qəsəbədə yerləşən 71 nömrəli orta məktəbdə oxuyub. Çox nadinc olduğundan valideynləri məktəbini dəyişmək qərarına gəliblər. Bundan sonra təhsilini 307 nömrəli orta məktəbdə davam etdirib. 9-cu sinifi bitirdikdən sonra oxumaq istəməyib və məktəbdən çıxıb. Həmin vaxtdan etibarən müxtəlif yerlərdə ofisant və satıcı işləyib. Sinif yoldaşı olmuş, eyni zamanda bir məhəllədə yaşayan Əli Reza ilə aralarında olan dostluq davam edib. Oktyabrın 1-də axşam Əli ona bildirib ki, məktəbdə onunla paralel sinifdə oxuyan Həsən adlı oğlanla bir neçə dəfə mübahisə edib. Axırıncı dəfə WhatsApp qrupunda Allah sözünə görə münaqişə yaranıb. Buna görə növbəti gün məktəbin qarşısında görüşüb, söhbət edəcəklərini qərarlaşdırıblar. Köməyə ehtiyacı olduğunu söylədiyindən dostuna etiraz etməyib. Ayın 2-si saat 13 radələrində birlikdə məktəbin qarşısına gəliblər. Evdən çıxanda bıçağı şalvarının belinə keçirib. Həmin bıçaq 2016-cı ildə vəfat etmiş dayısına məxsus olub. Məktəbin qarşısında olanda Əli ilə Həsənin içəridən çıxdığını, həmçinin tanımadığı 10-15 nəfərin onların arxasınca getdiklərini görüb. Qəbristanlığın arxa hissəsində yerləşən boş əraziyə gəliblər. Dostunun dalaşdığı şəxsə gücü çatmadığını görüb. Buna görə belindən bıçağı çıxarıb onlara yaxınlaşıb. Həsənin ayaq nahiyəsinə 2 dəfə zərbə vurub. Hadisə yerində olan uşaqlar qaçıblar. O da həmin yerdən biraz uzaqlaşıb. Amma sonra Həsənin yanına qayıdıb. Daş sexinin işçiləri yaxınlaşaraq köməklik göstərməyə çalışıblar. Yaralanan oğlanı tanımadığı şəxsin avtomobilinə mindirib xəstəxanaya aparıblar. Hadisə yerinə gələn polis əməkdaşlarına Həsən adlı şəxsi bıçaqladığını bildirib. Mirzəyev Yasin Arifoğlu 2 oktyabr 2024-cü il tarixdə saat 13 radələrdə vaxtlar və mənbədən əldə üzərində saxladığı zavod üsulu ilə hazırlanmış deşici kəsici xassiyə malik soyuq silah hesab olunmuyor. Suvenir bıçaqlar sağ budun bayi səthinin bir ədəd deşilmiş kəsilmiş arası ilə nəticələnən ümumilikdə 2 ədəd xəsarət yetirmiş. Elan olmuş iddianın mahiyyəti aydınlırsınız. Elan olmuş iddianın özünüzü təqsir edə bilirsinizmi? Tam bilirsiniz. Hadisə necə baş verib onu danışmaq istəyirsənmi? Yaxın gəl onda öz sözlərindən üzr xahlığın varsa onu da eklənə. O kim idi? Kim idi? 2 il davamsam
suverenite özü zatıdır. Bu belə üzərinizdə gəzdirməkdə, məsələn, göstərməkdə belə sizin üçün belə bir dəyəri, mənası olan bir şeydir. Mənası olan bir şeydir. Və onda niyə gəzdirsiniz? Bizə onu başa düşmək istəyirik ki, bax, reklam eləməlisiniz, istifadə eləməlisiniz. Evdə doğru şəkəsiz doğrayanda, çöldə və cibində gəzdirsiniz. Cibdə olur pul, istifadə edirsiniz. Cibdə olur telefonu, qulağına qoyub danışırsınız. Nəsə olursa istifadə edirsiniz. İstifadə eləməlisiniz bir kəmə verir. Oradan bura gələcəksən, buradan bura gələcəksən, sevgisi istifadə. O necə başa? Yəni, sən ümumiyyətlə ölüm hadisəsi kimi bu bir kənara qoyub baş verir. Özün də bilirsən ki, gələcəksən. Ümumiyyətlə, ailə şəraitini bilirsənsə, sən nə etdiyi daha yaxşı başa düşməyin üçün bu istərlər bilirsən, yəni o saat olub da. Ailənin övladı var, ikisi xəstədir, bir dənə sağ övladı. Sən söhbət dairəsindən ölüb də, yəni mən istəyirəm ki, o sən biləsən ki, hansı faciəyə sən hərəkətin mənasız, belə biraz kobud səslənməsən, o mənasız hərəkətin gəlib nəticəsindən olur. Nədə qarşı onun sözünü deməsin, eşitmək istəmirəm. Nədə ömrüm oldu, bağışlamaram mən onu. Siz davaya getməmişdir, mehribançılığa getmişdiniz bu bir. İkincisi də, yox bildim, ikincisi də siz ora çatanda hamıya da xəbərdarlar edirsiniz ki, dava eləmək olmaz. Və necə oldu, nə qərara gəldiniz ki, hansı momentdən sonra, hansı hərəkətdən sonra fikirləşdiniz ki, bax bu an artıq bıçaq olar. O zaman dairəmdən rəhmətli dairəm. Dairə sabah rəhmətə elədi. 2006. Necə? 2006 oldu. Bax, deyirsiniz ki, uçaq bir il mən dedi. Dairə sabah yaşayırdı. Elə şəhərə var, Çapaya qədər. Çapaya. Siz 2016-da dairə rəhmətə gedib, o uçaq sizə bir il deyirsiniz. Bir il ki, siz dedi. Hakan götürmüşdünüz dairədə məxsus uçağı. Ofisarı daimi yadigarlarla qalmış evdə. Tavsiyə Bizim öz evimizdə. valideynləriniz o uçağın, yadigar qalan uçağın sizdə olduğunu bilirdi. Evdə olduğunu bilmirdi. Bir şkafda evdə. 2016'dan geçen ile kadar, o bir il evvələ qədər, o uçaq harda oldu, kimdə oldu? Evdə oldu. 2016-cı ildə siz neçə yaşınız var idi? 9-10 yaşında siz ailenizin əşyalarını özünüz götürüb gətirib saxladınız. Məsələn, o beşlər gəldi bizim evə, onu kömür məsələni çok... Valideynləriniz bilirdi ki, o beşlərin içində həmin uçaq var. Bu ayın ikisində baş verəcək dava ilə bağlı nə söhbətiniz oldu? Harada oldu söhbətiniz? Bir gün əvvəl telefonum var oldu. Saat neçə olarmış? Axşam tərəf olar. Bax, ifadənizdə deyirsiniz ki, dedim ki, gedərik, mehriban, oturub çay içərik, məsələni həll edəyərik. Onda əgər bu gedib məsələni çay içib həll eləməyə gedirsiniz, üzərinizdə bıçağı niyə götürürdünüz? Əlinizdə bilirdi ki, sənin üzərində həmişə bıçaq olur, dostsuz da. Orada bilmirəm, mən sizə nə reklam eləməmişim, mənim sağ olun. Siz ümumiyyətlə sosial şəbəkələrdən istifadə eləmişsiniz. Hamı kimi də. O sosial şəbəkələrdə əlinizdə siz dostluğunuz olur. Sizin paylaşımlarınızda, bax o üzərinizdə gəzdirdiyiniz, bıçaqla bağlı, ümumiyyətlə kriminal aləmlə bağlı paylaşımlar edirdiniz. Bəs niyə getmədiniz çay içməyə, getdiniz qəbristanlığa doğru? Mən Həsən özündə dedim ki, yenə də deyirəm, bu səs-küylü söhbət və yaxud da ki, durum ikimiz ağlatın, o söhbət nə həll olmaq istəyirlər. Keçsə, istəyirsən sayısın. Hər qalb ki, bu süfrəli söhbət deyil. Kim dedi? Həsən özünə. Siz bilirdiniz ki, həmin gündən bir gün qabaq o görüşə kimi çağırır. Mən bildiyimə gəlir, mən deyir ki, Həsən mənə məktubda sonra çağırır. Məktəbdən sonra çağırır. Dərsdən çıxandır belə. Siz istintaq vaxtı cinayət işi materialları sizə təqdim olunmuşdur. İqdamatdır, bəli. İqdam haqqı yox, cinayət işi materialları ilə tanış olmuşdur. Oxumuşam, bəli. Onların yazışmaları ilə tanış oldu. O kim çağırır? O hamısını oxumuşam. Orada kim çağırmışdır? Orada birinci Əli çağırır. Əli, alır deyirsən. Həsən gələ bilmir. Həsən də qayıt deyir ki, saxla sabaha. Çaxdı qəbristanlığın yanına. Necə oldu ki, Əli ilə Həsən ayrıldı oldu sizdən? Hamımız bir yerdə getdik ora. Sən dedi ki, hamı qalsın arkada, Əlizanı tək söhbət edəcək. Mən dedi, 2 sənə sözüm dedi ki, ağlatmaq birbiriniz olmasın, normal sözümüz deyil. Dava başladı. Dava eləyəndə siz bunları ayrılmaq üçün nə cəhət göstərdiniz? Ayrılmaq Əlini bıçağa atmamışdan əvvəl nə cəhət göstərdiniz?
Mən birincisi onlara yanına qaçıb demək istəyirdim ki, polis çağırırlar. Gəlin dağılışaq. Amma mən o moment o şəraiti orada Həsən özü yaratdı. Mən heç də bunu mehribançılığa görə cəhd yox. Necə yaratdı şəraiti? Dediyim kimi də xanımdan heç də... Xanım yox, möhtərəm hakim. Möhtərəm hakim, mən heç də yaxınlaşdı, heç də mehribançılıq dedi, gəl oturaq, çay çəkdi. Yox. Bax, vəkilin sualına cavab ver. Bax, deyir ki, aydınlaşdırmaq üçün nə eynədiniz? Məsələniz onu durmalı. Mən açıq-aşkar burada deyirəm, mən burada durub yalandan deyim, mən sağ qorxusunu özüm çıxartmışam. Mən elə deyim ki, işimi azaltmağa çalışmaq kimi bir fikrim yox. Mən açıq-aşkar deyirəm, etiraf edirəm ki, mən sağlığına xüsusi yüngül olsa həsəri edir. Yaxşı, yüyünün birincini vurmuşdun da. Niyə ikincini vururdun? Deyirəm, axı, mən vurdum, sağ işlərimdən gəldim. Sizi dəydi, bəlkə elə daşı dəydi. Mənə bunun kəmərinə dəydi. O ikincini vurdun. Sağ yerdən götürdüm, ikinci Vurdun. Sonra nə? Sonra uşaqlar başladı şişirməyə, dağılışdılar, qancaq çıxdı. Mən də bıçağı görüb vermək istədim, mən də qaçım. Orada biraz aralaşan moment. Həsənin orada bir dənə tanışı var idi. Adını bilmişəm, Gülamın Həsən yana çadanda Həsənin bir ayağını bağlamışdılar. Bir ayağını bağlamışdılar. Bir ayağını bağlamışdılar, sıxdım, kəmər sıxdım. Siz necədir? Mən nəsə eləmək istəyirdim. Yoxsa ki, mənə tibbi yardım edib başını çıxmıyor. Amma nəsə eləməyə çalışırdım. Deməli, sən demişsən ki, gücümüz çatmayacaq, bıçaqla vurur. Olub mu söhbət? Köpəyə baxanda... Konkret olacaq. Olub mu söhbət? Yəni, gücümüz çatmasa bunu bıçaqla vurur. Gücümüz çatmasa bıçaqla zəhərləşir. Bıçaqla vurur. Zərər çəkmiş şəxsin hüquqi varisi Ərkinaz Qurbanova ifadəsində göstərib ki, oğlunu səhərlər məktəbə özü yola salıb. Hadisə baş verən gün fiziki qüsurlu olan qızını həkimə aparmalı olub. Saat 14:30-da evə qayıdanda Həsənin bıçaqlandığını bilib. Tibb mərkəzinə çatanda oğlunu reanimasiyada olduğunu öyrənib. Təxminən 1 saatdan sonra Həsən keçinib. Həmin gün oğlunun telefonundakı yazışmaları oxuyub. Əli Həsənə mesaj yazaraq olduğu məkanı ona göndərməsini istəyib. Amma oğlu artıq gec olduğunu və səhər məktəbin heyətində görüşüb söhbət edəcəklərini deyib. Mən səhər hər səhər oğlumu məktəbə özümlə salırdım, yanına verir, onu yola salırdım. Heç bir söz mənə demədən, heç nə demədən sağollaşdı. Mən də həmin gün evdə qızım 50 girdi, yəni fiziki qüsur var. Mən onu həkimə aparacaqdım. Dedim, Həsən, telefonu götürüm üstümdə. Dedi ki, mama, gec gələcəksən qədər qoy qalsın. Yox, tez gələcəksən qədər apar, təxmin neçə gələrsən. Dedim, sən çıxan gündən də tez çıxacaq, analizləri götürəcək. Sonra yine oldu ki, telefonu qaldı. Çünki məktəb qoymadı, onu telefonu aparmaq üstündə. İki dəfə əlimdən almışdılar, telefonu qoydu, evdə qalsın. Dedi, gəl bir evimizi yıxın, Həsəni bıçaqlayırlar. Bizə də dedilər, qoymalılar, çəkəli girmək, polislər dayanmışdı. Nə qədər yalvardım, dedim, olar, bəlkə nəsə sözü var, mənə qoyun sözü dedi, uşaq özündə deyil, dedim. Əməliyyatım, nəzər aradan hardası bir 40 dəqiqə, bir saat bilərəm geçdi. Deyirlər ki, uşaq artıq dünyasını deyir. Ondan sonrasını xatırlamıram. Oğluma yazıb ki, ləzzət eləmədsənə, sən harada qalırsan ümumiyyətlə? Mənim oğluma yazıb, Əli. O da yazıb ki, mən Zabratın özündə. Deyir, komat, gəlim ora. Saat 1-də çıxıb bayrağa gəlirəm. Sənin qapının ağzına. Mənim oğlum da deyir ki, çıxış bilmirəm mən saat 1-də. Mənim ailə tərbiyəmdən, mən o vaxt bayrağı olmamışam, çıxış bilmirəm deyir. Hamısını mən olayı bir oxumuşam, əhəcədə gələcəm, bu söhbət axşamdan oldu. Təzdən oğlum da yazır ki, mən birdə çıxa bilmirəm. Deyir, necə yarı çıxa bilmirsən, qorxursan ola söhbətdən. Deyir, qorxmuram, sabah gəl, məktəbin qabağında görüşək. Deyir, gələcəksən məktəbə, Həsən deyir, gələcəm. Bəsən, deyir, mən məktəbə gəlməyəcəm. Amma səni məktəbin qabağında gözləyəcəm. Amma sən 100% gəl. Oğlum da deyir, 100% gələcəm. Amma dərsə gəlirəm. Dərsdən çıxıb, gözlə məni çıxanda görüşəlim. Və onunla kör, gedir heç kimi yox, öz tayını taxır, öz tayınla gecə bir də oğlumla görüşə bilmir, amma öz tayınla görüşür və yazışır. Mənim oğlum tək Süleyman'a yazır.
Süleyman da sinif yoldaşı olub. Deyir Süleyman. Sabahla deyir. Gəl söhbətim var. Deyir oğlum Həsən. Deyir Əli, Rami, Məhdirə Mənsur. Bu dördünlə sabah söhbətim var. Deyir oğlum nə söhbətidir ki? Deyir elə də qrupda deyir hoşuma gəlmədi yazışmaları. Altan! Səni öldürmək məqsədim olmasaydı, sən onu çabalamağa qoymazdın orada qanın içində. Daşkarxanasını qaçıb deyərdin, məktəbə qaçıb deyərdin. Məni həyatdan məhrum elədin sən, malamı yox, məni. Məni yandırdın sən. Ben istemem. Ha bak sen kanımın içinde çabalıyorsan diyemem Həsən. Həsən kanın yerde kalmadı, çabalıyor falan. Senin kanın da bu. Öl. Öl seni terbiye veren valideyn olsun. Elle danışardın, sen niye bıçağı el atırdın? Ay lan gör. Elle danışardın da. Yerdin yiyen kimdi? Getir yerine zengeliye gelsin. Allah öldürsün sizi bala. Mübahisə başladı. Nə mübahisəsi? Allah sözü üstündə. Nə sözü? Allah. Allah? Allah sözü. Nəyi araşdırdınız? Nə aydınlıq gətirdiniz? Nə problem yaradınız? Nə edirsiniz? Fikirləşək. Yadda gəlməmişdir. Bilmirsənsə. Allah söhbətinin üstündə gecə saat 1-də görüşməyə nə səbəbi var? Hara getməliyiz? Hara görüşməliyiz? Həsənlə. O barədə söhbətimiz olmadı. Ümumiyyətlə yazını niyə gətirmişdir? Yanılıq olmaq lazım. Yanında məktəbin qabağına gəlirsən, sözü soruş da. Niyə soruşmama məktəbin qabağına? Nə gecə saat 1-də qapısına gedib, nə soruşmaq istəyirsinizsə, o sözü niyə məktəbin qabağına soruşmama? Söz soruşmaq. Bir yansın məlumatla bildirmişdim. Yəni səhər belə bir yerə gedəcəm. Hara gedirsən belə? Məktəblərin qabağında belə bir söhbət var. Aha, məktəbin qabağına gəlirsinizsə, soruşdunuz məktəbin qabağına. O söz soruşduğum bir şey yox. Və sonra niyə yazını gətirmişdin, soruşduğun bir şey yox? Yasin mən yanılma olmaq məqsədində. Sən Yasin'in sənin yanında olmaq məqsədilə neyəcək Yasin sənə? Nə danışmışdır? Nə kömək göstərəcək sənə? Yəni yanılıq olsun. Yanında onu neyəcək? Söhbət olacaq. Nə söhbəti? Söhbəti onun hərəkətləri nədən ibarət olacaq? Onu hiss verəcək olacaq. Necə? Hiss verəcək, sadəcə mən yanılıq olmaq məqsədində. Və sənin yanında, əgər sənin yanına gətirmişdir, niyə ayrıldınız ikiniz bir yerdə söhbətə? Siz Yasin'in bıçaqla Həsənin üstünə gəldiyini görürsünüz. Necə? Vurduğunu görürsünüz. Mən ayaqdan qalxanda qanqalmışım. Bax, Əl-Əzan ifadəsində şimdi deyir ki, 8 nəfər Həsəndən başqa mənim yaşasıda qoyulur. Siz isə ifadənizdə bildirdiniz ki, onlar ikisi orada mübahisə edən artıq Həsənin Əl-Əzaya əl atıb durmaqanda mən yaxınlaşıb onu vurmuşam, digər şəxslərlə müdaxilə eləmirəm. Düzdür. İndi işsiz Əl-Əzanın ifadəsi. Necə? Söhbət mənə bildirir. İndi bilirsən. Zabratda İstana deyilən yer var, masasında gölün üzərində bizim həyət edilir. Orada həyətdə idi. Yoldaşı dedi ki, arxadan səs gəlir, uşaqlar deyir, neyədir, öldürdün. Neyədir, öldürdün. Yoldaşım mənə bunu deyəndə ki, kesin həyətin arxasına. Həyətin arxasına gidince uşaqlar qaçırlar. 5-6 nəfər uşaq qaçır. Lavaşın orada qarajı var, qarajın arxası ilə qaçırlar. Yaxınlaşına bir dolu uşağı, vallahi indi görsən sifətdən tanımaram. Həmin təlaşlı dolu uşağı. Dedim, nə olub? Dedi, biri o birisini vurdu uşaqlardan. Mən çıxanda deyəsən bu idi, uşaq idi, öyründə. İndi ay keçib sifət yadımdan çıxır. Dedim, mən kimə? Dedim, qolundan tutdum, dedi, bəri gəlirdi, mən tərəfə gəlirdi. Qolundan tutanda qayıtdı məndən, dedi ki, əmi, mən vurmuşam, amma qaçmıram. Dedim, mən qaçmaq durum orada. Mən yerdə orada bu daş texnik işçilər zadı var idi orada. Mən təzdən qayıtdım evə, maşını götürdüm, gətirdim maşına qoydum, apardım Sabunçu xəstəxanasına. Sabunçu xəstəxanasından sonra da zəng vurdum bir kişiyə. Orada ailəni tapa bilmədilər. Mən məhəllə şəhərlərinə zəng vurdum, ailənin nömrəsini tapdıq. Prokuror təqsirləndirilən şəxsə 10 il cəza təyin edilməsini istəyib. Mərhumun anası Yasin Mirzəyevə ən ağır cəza verilməsini xahiş edib.
Yasin Mirzəyev son sözü olmadığını bildirib. Məhkəmə Yasin Mirzəyev tərəfindən Həsən Qurbanova yetirilmiş xəsarətlərin sayı, hadisədən sonra qayıdıb zərər çəkmişə kömək etməsi kimi işin hallarını nəzərə alaraq hesab edib ki, İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif edilib. Qeyd olunan əməl onun tərəfindən ehtiyatsızlıqdan törədilib və başa çatmış cinayət sayılır. Mirzəyev ittiham olunduğu maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 85-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara 10 ildən artıq cəza müddəti təyin edilə bilməz. 2025-ci il iyunun 20-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə Yasin Mirzəyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.